Hər bir məsələnin həllini sizinlə bölüşmək istedim. Hörmətli kanal izləyiciləri, məsələ şərti budur ki, 8-dən çox olmaqla n sayda ədəd daxil olunur. Həmin ədədlərdən 3 müsbətdən sonraki gələn 5-ci mənfi ədədi və onun sıra nömrəsini çap edən Python kodu yazın. Deməli, ilk olaraq n bərabərdir int input biz daxil edirik. Artıq n sayda ədəd daxil edəcək. I bərabərdir 1. Yuxarı qaydacam, amma hal-hazırda belə yazıram. While i kiçikdir, bərabərdir n olduğu müddətdə artıq ədəd daxil edə bilərəm. A bərabərdir int input. Həmin o ədədi də A ilə işarələsək, A-nı yoxlayacam, müsbətdirmi? If A sıfırdan böyükdürmü? Və burada yazmalıyam ki, A sıfırdan böyüksə, axı 3 dənə müsbəti saymağım lazımdır. Odur ki, K da bərabər deyilsə 3-ə. Bunu yazıram. K bərabərdir. K üstə elə 1. Amma K-nın da başlanğıc qiymətini sözsüz ki, gəlib burada qeyd eləməliyəm. 0 idi. 3-ün görəndən sonra artıq bu if işləməyəcək. Bu if işləməsə artıq növbəti ifə baxacaq. O zaman da mənfiləri yoxlayaq ayrıcı olaraq. A sıfırdan kiçikdirmi? And K artıq bərabərdirmi 3-ə? Yəni 3 dənə müsbət görübmü? O zaman T bərabərdir 3 ilə 1. Başlasın 5-ci mənfi ədədi saysın. Və o zaman da T-nə də bir şərt verək və deyək ki, and T də bərabər deyilsə 5-ə. Yəni 5-ə bərabər deyilsə, o zaman hələ ki o mənfiləri qəbul edəsin. Elə ki 5-dirsə, o zaman artıq burada bunu saxlasın. Deməli, T-nin də başlanğıc qiymətini 0 götürdük. Başqa bir if verə bilərdik, amma elə burada yazıram ki, F bərabərdir A. Hər dəfə A-nı F-ə mənimsədəcək və sonuncu A-nı da onsuz da F-də saxlamış olacaq və eyni zamanda da J bərabərdir I yaza bilərik. Və buradan da gəlirik, I bərabərdir I üstə gələk 1 yazmış olduq və çap edə bilərik. Print F və J. F ədədin özü, J isə onun sıra nömrəsi. Artıq çalışdıra bilərik. Deməli, 12 dənə ədəd daxil etsək, 6, mənfi 8, mənfi 9. Hal-hazırda mənfi 8, mənfi 9 bura aid deyil. 15, 7. Artıq 3-cü müsbət ədədimizi daxil elədik. Bundan sonra gələn mənfilərdən 5-cini götürməsi lazımdır. Deməli, mənfi 8, mənfi 9, mənfi 7, mənfi 4, mənfi 6, 3, mənfi 78 bizə verdi. Burada gördüyünüz kimi mənfi 6-nı və onun da sıra nömrəsi 10. Baxaq görək ki, elədim. 12 ədəd daxil eləmişik. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Və 10-cudur. Bəli, baxaq görək. Həqiqətən də müsbətdən sonra mənfilər 1, 2, 3, 4, 5. Görürsünüz, bu şəkildə düz işlədi. Yəni, mənfi 78-i götürmədi, çünki 5-cidən sonradır. Belə, hörmətli kanal izləyiciləri, ümid edirəm bu video və məsələ həlli xoşunuza gələcək. Kanala dəstək olmağa davam edin. Növbəti videolarda görüşənədək. Hələlik.